Şəki 40 yaşlı bir aktyor idi. 15 yaşından başlanmış, könüllü sifəti ilə teatrlarda, müsamerələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb, indi 25 illik səy və zəhməti ilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şəkinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şəki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, inciyərdi. Yoldaşları isə buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər. Şəki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şəkini bəsləyib böyütmüşdü. O Şəkini çox istərdi. Yalnız bircə narazılığı Şəkinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şəkinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı. Ona görə məhərrəmlikdə təkkiyə saxlardı. İldə bir ay əvəzinə 3 ay oruç tutardı. Məscidə, pirə, seydə nəzir edərdi ki, bəlkə Allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şəki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi. Sonra özü rahat olardı. Axır vaxtlar Şəki yuxudan qalxıb öz-özünə danışardı. Gözlərinə dürlü-dürlü şəkillər görünüb qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi: "Görürsən? Bax, Allahın qəzəbi səni tutmuş. Tövbə elə, yola gəl. Bu şeytan sənətini burax. Nənə, get rahat ol. Mənə heç zad olmamış. Mən öz rolumu öyrənirəm. Qışqırmağıma fikir vermə." Belə sözlərlə Şəki Püstə nənəni sakit edərdi. Püstə nənənin tərbiyəsi altında böyümüş Şəki məfhumatdan hələ büsbütün özünü xilas edə bilməmişdi. Bunu aktyor yoldaşları bilirdilər. Bir dəfə Şəki teatrda olduğu zaman yoldaşları zarafat üçün qəfəs içində bir tutuquşu gətirib onun otağında gizlədirlər. Şəki gecə yarısı mənzilinə gəlir. Püstə nənənin yemək hazır etdiyini görüb deyir: "Nənə, heç zat yeməyəcəm, sən get rahat ol. Mən də yorulmuşam, tez yatacam." Püstə nənə gedib yatır. Lakin Şəki nə qədər səy edirsə də yata bilmir. Öz-özünə söylənməyə başlayır. Yenə bu fikir beynimi dəlir. Məni bir an rahat qoymur. Mən kiməm, nəyəm, nə üçün yaranmışam? Axırda çürüyüb bir ovuc torpaq olmaq üçünmü? İnsana bu məşəqqət, bu əziyyət, bu cəfalar nə üçündür? Yeyərmiş, içərmiş, yatarmış, durarmış. İnsanda bu ədavət, bu rəzalət, bu kin-küdurət, bu büxül həsəd nə üçündür? Bir neçə il ömür sürəcək insana bu toplar, tüfənglər, nizələr, oxlar, partlayan bombalar nə üçündür? Haqq birdir əgər bu müsəlman, bu xristiyan, bu kəbir, yəhudi nə üçündür? Bu fikir beynimi deşir, mənə bir an rahatlıq vermir. Kürrəyi ərz yarandıqdan bəri tarixi bəşər, qan, cinayətlə tam doludur. Ey özü gizli, adı haqq, cahanda olacaqmı da elə zaman ki, insan daha qan tökməyəcəkdi. Bu halda tutuquşu Şəkinin səsindən oyanıb bu öyrəndiyi kəlməni deyir: "Yax, yax, yax." Bunu eşitdikdə Şəki heyrət və təlaşla qalxır. Ürəyi elə bərk döyünür ki, səsini özü eşidir. Su töküb içir, nəhayət başını tutaraq otaqda dəli kimi gəzməyə başlayır. Mən ya dəli olmuşam ki, qulağıma səs gəlir, ya da ki, həqiqətən qeybdən yox cavabını aldım. Demək insan qan tökməkdən ötürü yaranmış. Tutuquşu qışqırır: "Bəli, bəli." Bunu eşitdikdə xəstə aktyor həqiqi dəli kimi elə bir dəhşətli qəhqəhə çəkir ki, bütün qonşuları yuxudan oyadır. Sonra yerə yıxılır, ürəyi gedir. Püstə nənə bu səsdən diksinib yerindən qalxır və cəld özünü otağa atır. Şəkini yerə sərilmiş görüb qışqırıq salır. Qonşular onun harayına cəm olurlar və çox səydən sonra Şəkini özünə gətirirlər.